Salam əziz müəllimlər, mən Murad müəllim. Bugün sizlərlə 2026-cı il tarixində keçirilmiş MİQ imtahanında istifadə edilmiş bir sualın izahına baxacağıq. Deməli, keçək sualımıza. Artıq müəllimlər o qədər eyni sualları verirlər. İnanın da mən məcbur qalıb deyirəm ki, hə, bu izah çəkim bir dəfəlik, yəni bu aydın olsun da. Yəni ki, bu problem yoxdur. Bu sualda heç bir problem yoxdur. Heç bir. Yəni nə hansı baxımdan baxırsınızsa baxın, yəni bir sorun yoxdur bu sualda. Deməli, mənə deyir ki, 19 sualda hər bir son halqaya ötürülən enerjinin 20 min kilojol olduğunu nəzərə alaraq, bitkidə toplanan enerjinin minimum olduğu qida zəncirində halqaların sayı və bitkidə toplanan enerji miqdarını tapın deyir. Ötürülən hər halqada enerji itkisi 90% olmuşdur. Baxın bu cümlə ilə birləşdirməyə çalışaq. Hər bir son halqaya ötürülən enerji 20 mindir və bu ötürülən enerjinin 90%-i nə etmiş olur? İtkiyə məruz qalır. Deməli, bunun 10%-i nə etmiş olacaq? Artıq həmin canlının bədəninə keçmiş olacaq. Mən baxıram, 20 min kilojol sonuncu halqaya ötürüləndir. Yazıram 20 min, bölünsün 100, vurulsun 10. Buradan çıxır nə qədər? 2000 kilojol enerji. Və bu 2000 kilojol enerjiyə uyğun olaraq mənə tələb edir ki, bitkidə toplanan enerjinin minimum olduğu qida zəncirində halqaların sayı və bitkidə toplanan enerji miqdarını tapın deyir. Bitkidə enerjinin minimum olmağını istəyirəmsə, mən sonda həmin bu sonuncu halqada bədəninə keçən enerjinin 2000 olduğunu bildirmişəm. Bitkiyə doğru qayıdarkən nə edəcəm? Faizinə görə ədəd tapacam artıq. Neyniyəcəm? Yəni 2000-i hər hansı bir ədədə vura-vura qayıdacam bitkiyə. Demək ki, mən bu vurma işləmimin daha az ola bilməsi üçün neynəməliyəm? Qida zəncirimdə halqa sayımı minimum tapmalıyam. Minimum tapmaq üçün də baxıram bitkidən Y-yə, Y-dən G-yə, elə bir amma gözümün qabağındadır. 3 dənə halqa ilə işi həll elədim. Baxıram bundan daha qısa olanı var, yoxdur. Vəssalam. Deməli, mən sonuncu halqaya keçən enerjinin, yəni buradakı canlının bədəninə keçən enerjinin 2000 kilojol olduğunu tapdım. Yazıram 2000 kilojol. Y-nin bədənində olan enerji olacaq nə qədər? 2000-i 10-a vuracam geriyə qayda-qayda. 2000 olacaq 20 min, 20 min. Bitkinin bədənində olan enerji nə qədər olmuş oldu? Artıq 200 min kilojol enerji olmuş oldu. Həqiqətən də bitkidə olan enerji 200 min kilojol ötürüldü növbəti halqaya. Növbəti halqada 90% itki baş verdi. 10% olaraq artıq Y canlısının birinci dərəcəli konsumentr bədəninə keçmiş oldu enerji. Həmin bu 20 min kilojol da əgər yenə mənim növbəti halqam varsa, artıq hansı məqama keçmiş oldu? Ötürülən enerji məqamına keçmiş oldu. Ötürülən enerji məqamında həmin 20 min kilojol enerji 90% itkiyə məruz qalacaq və G canlısının, yəni ikinci dərəcəli konsumentin bədəninə keçən enerji deyəcəm 2000 kilojol olmuşdur. Hal-hazırda 2000 kilojolun mövqeyi nədir? Keçən enerji olaraq. Əgər G-dən sonra da mən başqa canlı qeyd etmiş olsaydım, bu 2000-in də mövqeyi nə olmuş olacaqdı? Yenə də ötürülən enerji mövqeyində dura biləcəkdir. Demək ki, mən ötürülən enerji olaraq nəyə baxacağam? Bir bu, bir də bu enerjiyə baxacağam. Keçən enerji olaraq bir bu, bir də buna baxmış olacağam. Əgər ki, günəş enerjisini də nəzərə alsam, günəş. Deməli, keçən enerji olaraq həm bunu nəzərə alacam, həm bunu nəzərə alacam, həm də bunu nəzərə alacam. Ötürülən enerji olaraq günəşdən bitkiyə ötürülən enerjini artıq nə qədər nəzərə almalıyam? 100% olaraq. Yəni nə qədər? Təxmini 20 milyon belə bir şey olmalıdır. 20 milyon olaraq nəzərə almalıyam. Burada ötürülənim nə oldu? 20 milyon plus burada 200 min, burada 20 min, burada da nə qədər? 2000. Keçən nə qədər hamma hansılar oldu?
Həmin bu 200 min, 20 min, bir də həmin sondakı bu 2000 kilojoul olmuş oldu. Ötürülənlərin müəllimlər deyir, kitabda müəllim deyir 10% olaraq veribdir. Bəli, 10% olaraq verib, mən bu 10%-i sənə bir dəqiqə sübut edirəm ki, həqiqətən də 10%-dir. Bu ötürülənin 10% olması, yəni bir öncəki zəncirdə mövcud olan enerjinin 10%-idir ötürülən növbəti halqaya. Bunu demək istəyir sənə. Yəni, mən tutaq ki, həmin bu 20 min kilojoul enerjiyə həm ötürülən, həm keçən enerji kimi baxa bilirəmsə, bunu ötürülən enerji mövqeyində görüb, bir öncəki zəncirə baxıram, görürəm ki, burada 200 min kilojoul var, burada da 20 min kilojoul var. 20 min bölünsün 200 min, 200 min vurulsun 100. Mən buradan baxıram ki, bunun sıfırları ilə bunun sıfırlarını apararam. Bu 2 ilə bu 2 gedər. Bunun sıfırı ilə bunun sıfırı gedər. Bərabər olar nəyə? 10-a. Həqiqətən də bu 20 min 200 minin nə qədər imiş? 10% imiş. Buna ötürülən enerji kimi baxa bilirəm? Baxa bilirəm. Vəssalam. Demək ki, nə imiş? Mənim qida zəncirimdə 3 halqa var imiş və sonuncu canlıya keçən enerjim 2000 kilojoul imiş. Və bu sadəcə və sadəcə yalnız keçən enerji mövqeyində ola bilər. Yəni, buna mən artıq ötürülən enerji baxa bilmərəm. Niyə görə? Çünki bundan sonra dayı yoxdur halda. Belə, əziz müəllimlər, izahım bu qədərdir. İnşallah ki, aydın olmuşdur. Və burada doğru cavab 3 halqa olmuş olacaq və 200 min kilojoulda enerji olmuş olacaq. Yəni, doğru cavab C variantı olmuş olacaqdır. Belə, əziz müəllimlər, dinlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, salamat qalın.